rezonansda uğracaq açıqlamalar. Gedirik hara? Şuşaya. Bütün bunlar ve daha çoxu bu şənbə saat 16-da Magazin Plus'ta. Hər həftə sonları Saf Travel paytaxt sakinlərini ölkəmizin səfalı güşələrini tanıyıb kəşf etməklə yanaşı, onların istirahətini də təşkil edir. Bu dəfə isə Saf Travel paytaxt sakinləri ilə yanaşı şou əhli ilə birlikdə 30 ildən çoxdur həsrətini çəkdiyimiz Şuşaya səfər etdi. Salam əziz tamaşaçılar. Magazin Plus'ta bugün Saf Travel şirkətinin təşkilatçılığı ilə hara gedirik? Timə, hara gedirik bugün biz? Əlbəttə ki, möhtəşəm diyar olan Şuşa şəhərinə. Hara gedirik? Gözəllər gözəli, Qarabağın incisi Şuşa şəhərinə gedirik inşallah. Bugün bizim Magazin Plus'ta Nuranın sujeti çok farklı olacaktı. Niye? Çünkü biz Azərbaycanımızın mədəniyyət incisi, mədəniyyət ocağı olan Şuşada Saf Travel'in təşkilatçılığıyla turumuz artıq start verir. İndi biz hamımız hazırlaşırıq, avtobuslarımıza minirik, gedirik. Hara? Şuşaya! Torpağımız azad olduğu gündən bugünə kimi ən çox demək olar ki, yeksayda olan turizm şirkətlərinin içində bizik ki, insanları gətirib bu torpaqlara qovuşduruq, baxırlar, gəzirlər. Bizim için de büyük bir şərəfdir bugün. Çok güzel bir tədbir təşkil edir Samirə xanım da. Şəhid evladı olaraq mənim üçün biraz həyəcanlı, biraz dildə deyə bilməyəcəyim hisslər gəldi mənə. Biraz kövrək hisslər gəldi təbii ki, bizim atalarımız, bizim qardaşlarımız bu torpaqlardan ötürü şəhid olublar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İştirak edən burada və çox qürur duyuram. Tədbirlərin inşallah davamı gəlsin. Çox xoşuma gəldi, möhtəşəm bir tədbirdir. Arzu edirəm ki, bundan sonra hər zaman bax belə gözəl məkanlarda sizinlə bərabər görüşək. İştirak etmə görə çox şadam. Gənc model olaraq bu ödülə layiq göründüm.